Buna bax, motor gör nə gündədir. Bərbad vəziyyətdədir. Halbuki 220 min getmiş Hyundai Santa Fe-də 2010-cu il. Maşın gəlib ki, yanımıza müştəri yaxınlaşıb ki, ümumi qulluq olunsun. Yağ buraxan yerlər var, sepi səs eləyir, hava sistemi təmizlənməlidir, korobkanın yağı filtr dəyişməlidir. Bu işi də bir gün içində bizim servisdə görülür də, yəni bilənlər bilir, bu videolarını paylaşırıq. Və motorun deməli, qabaq krışkasına yağ buraxır, sepi səs eləyir. Plus da ki, elə bil ki, yəni 220 min ərzində motora əl dəyməyib də, gör nə gündədir, buna bax, bərbad vəziyyətdədir. Biz bunu nə edəcəyik? Birinci növbədə, bax, gedir təmizlənmə otağına, motorun çöl hissəsi tərtəmiz təmizlənir, sonra qabaq krışkası, üst krışkası açılır, motorun içi də təmizlənir. Və orijinal sef başmaqla, 100 min zəmanətindən orijinal sef başmaqla, aday firması yad yox. Yəni bu işlə məşğuluq, biz bilirik ki, hansı sef başmağı istifadə eləmək lazımdır ki, sabahsı gün səs eləməsin. Orijinal sef başmaqla üst prokladkası, parsunka şaybası hamısı dəyişilir, korobkanın yağı filtri dəyişilir, botları da sıxılır. Yəni hər işi də, misal bizdə hava sisteminin misal üçün təmizləyən adam ayrıdır. Peçin üstündə işləyən, sırf hava sistemi təmizləmə işinə baxır, görürsünüzlər, nə vaxtsa bunu açıblar, götürüb germetka vururlar. Bunun saliniqində biz təzə qoyuruq. Samovar zadamız təmizlənir. Motoru işləyən də motoristi öz ustası işləyir ki, çünki hər işin öz ustası olmalıdır. Korobkanı da silesar və yaxud motorist sökmür. Korobka ustamız açır, korobkanın içinə də baxır, nə lazımdırsa qabaqcadan müştəriyə deyirik. Əsas məsələsi də odur ki, korobkanın içi tərtəmiz təmizlənir, botları sıxılır, yağın filtri qranat saliniqlərinə kimi dəyişilir. O pişi bu işlərin hamısı bir yerdə 1200 manata başa gəlir və bir günə. İndi bunun axırda təmizlənəndən bu işlər sonrasını hamısını göstərəcəm sizə, fərqini özünüz görəcəksiniz.